özün deyən meyxana deyən bu gündəmdə olar. Qulaq as. Nədir gündəmdə olmamağı? Yalandan telefonu qoyub qulaq as. Zəng də yoxdur, yalandan elə falan günü toyduyam. Qulaq as, imkan ver də, nə olur? Ataş deyir mənə imkan ver. Deyir meyxana Bakıda yaranıb. Bir dənə qulaq as. Meyxananın dövrəsi Bakıda yaranıb. Qulaq as. Meyxana o tərəfdən gəlmədi. Aşıq Ələsgər dövründən götürsə, əgər sağ Amma sən buna belə bu nə tərbiyə gəlib Şəkiyə, Şəkidə Şəki Məngi sənət tərəfi. 4 meyxanaçı bir-birinizdən yola gedə bilmirsiniz, cəmiyyət yaradır. Bir də ona sual ver ki, sən mənə söz çatdıra bilərsən. Bir də ona sual ver ki, sən mənə söz çatdıra bilərsən. Tahirə xanım, bir dənə Yaşar ümumiyyətcə sözün bir qüdrəti bilir nədir? Yox. Yaşar ancaq bilsən, Yaşar bıraq belə meydana zada danışsın boş-boşuna. Bunu mehman bizi bəlaya salıb, bəlaya. Günahkar meyxana. Sual ver ona. Mehman olmasaydı bu meyxanəyə dördü. Sual ver ona ki, Dördü bu Şəki meyxanəyə şəhərdə sorğu keçirdək. Bu indi bir yaxınlarda bu ATV-də çıxdı bir-birinci veriliş, o da zəngin əzadla, ona buna xahişlə. Çıxaq şəhərdə bir dənə soruşaq görək. Ataş adında, Ataş tanıyırlar, Ataş TV var, o toyları zadı, onu tanıyırlar. Amma Ataş adında meyxana deyən tanıyırlar.